Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün biz sizinlə birlikdə müxtəlif mühitlərdə elektrik cərəyanını dərsinə baxacağıq. Əvvəlcə baxaq müxtəlif mühitlərdə elektrik cərəyanına. Deməli, uşaqlar, klassik elektron nəzəriyyəsinə görə maddələr elektrik keçirmə qabiliyyətinə görə 3 yerə ayrılır. Naqillər, dielektriklər və yarımkeçiricilər. Naqillər elektrik cərəyanını keçirə bilən maddələrə deyilir. Naqillərdə sərbəst yük daşıyıcılar bütün həcm boyu yerlərini dəyişə bilən maddələrdir. Baxın, sərbəst yük daşıyıcılar deyəndə elektronlar nəzərdə tutulur. Yəni elektronlar deməli, bütün həcm boyunca yerlərini dəyişə bilir, bir yerdən digər yerə hərəkət edə bilir. Yəni mənfi yüklər, elektronlar yerlərini rahatlıqla dəyişir, amma müsbət yüklər isə heç vaxt yerini dəyişmir. Dielektriklər isə sərbəst yük daşıyıcıları olmayan, yəni elektronları olmayan yalnız bağlı yüklərdən ibarət maddələrdir. Dielektriklər isə elektrik cərəyanını keçirmir. Yarımkeçiricilər isə dielektriklə naqillər arasında, yəni elektriklər arasında orta mövqe tutan maddələrdir. Sərbəst yük daşıyıcılarının sayı xarici təsirlərdən, temperaturdur, işıqlanmadır, xarici təsir deyəndə bunlar nəzərdə tutulur. Aşkar daxil etmək və s. asılı olan maddələrə deyilir. Uşaqlar, gəlin metallarda elektrik cərəyanı nədir? Əvvəlcə metallarda yük daşıyıcılar sərbəst elektronlardır. Deməli, metallarda yük daşıyıcılar sərbəst elektronlardır. Yəni, sərbəst elektronların hesabına metallarda elektrik cərəyanı yaranır. Qəfəslərin düyünlərində yerləşən müsbət ionlar isə tarazlıq vəziyyətləri ətrafında rəqsi hərəkət edərək cərəyan yaranması prosesində iştirak etmir. Gəlin görək, bu nə deməkdir? Deməli, biz bilirik ki, kristal qəfəsin düyün nöqtələrində müsbət yüklü ionlar yerləşir. Deməli, burada qəfəslərin düyünlərində yerləşən müsbət ionlar tarazlıq vəziyyətləri ətrafında rəqsi hərəkət edərək cərəyanın yaranması prosesində iştirak etmir. Yəni, burada əsasən sərbəst elektronların hesabına cərəyan yaranır. Uşaqlar, metallarda voltamer xarakteristikası deyəndə, yəni voltamer xarakteristikası nədir? Cərəyan şiddətini gərginlikdən asılıdır. Yəni, volt gərginliyi ölçür, amper isə cərəyan şiddətini. İ-nin U-dan asılı qrafiki bu şəkildədir. Deməli, metallarda volt-amper xarakteristikası. Naqillərin müqaviməti, xüsusi müqaviməti temperaturdan asılıdır. Naqillərdə müqavimət, xüsusi müqavimət temperaturdan asılıdır. İndi baxaq. Əvvəlcə yazaq, R bərabərdir, R0 vurulsun, 1 plus alfa delta T. Burada, deməli, uşaqlar, burada rho xüsusi müqavimətdir. R0 naqilin 0 dərəcə Selsidəki, 0 dərəcə Selsi nə deməkdir? Kelvinlə ifadə etsək 0 dərəcəni, üzərinə 273 dərəcəni gəlirik. Kelvin, o da eləyir 273 Kelvin. Deməli, 273 Kelvindəki müqaviməti, R isə onun T dərəcədəki müqavimətidir. Alfa isə uşaqlar, burada müqavimətin temperatur əmsalı adlanır, vahidi 1 bölünsün Kelvindir. Alfa yalnız naqilin materialından asılıdır. Metallar üçün uşaqlar alfa həmişə 0-dan böyük olur. Uşaqlar, deməli metallarda düyün nöqtələrində dedik ki, müsbət yüklü ionlar yerləşir və onlar rəqsi hərəkət edirlər. Elektronlar isə burada cərəyan daşıyan əsas yük daşıyıcılardır. Temperatur artanda toqquşmaların sayı artır. Ona görə də müqavimət də artmış olur. Yəni, müqavimətlə temperatur, deməli, metallarda düzüm transposlu olaraq dəyişir. Deməli, alfa burada müqavimətin temperatur əmsalıdır. Alfanın buradan, düsturdan təyin etsək, baxın, buradan alfanı çıxartsaq, bir də yazmadım, olacaq necə? Alfa bərabərdir. R çıxırsın R0 bölünsün R0 delta T. Və burada böyük delta T ilə də yazmaq olar, fərqi yoxdur. Tangens alfa nəyə bərabərdir burada? R çıxılsın R0 bölünsün delta T-yə. Baxın uşaqlar, buradan tangens alfa nəyə bərabərdir? Tangens alfa bərabərdir. R çıxılsın R0 bölünsün delta T-dir də. Gətirib yerinə yazdıq. R çıxılsın R0 bölünsün delta T-nin yerinə yazdıq. Tangens alfa. Deməli, tangens alfa və yaxud da fi fərqi yoxdur, bölünsün R0. Metal naqillərdə cərəyanın həm istilik, həm də maqnit xassələri müşahidə edilir. İndi baxaq ifrat keçiricilərdə. Uşaqlar, ifrat keçiricilərdə yüksək temperaturda özlərini metal kimi, aşağı temperaturlarda isə müqaviməti 0-a bərabər olur. İfrat keçiricilərdə volt-amper xarakteristikası bu şəkildədir. Baxın, qrafikimiz belə olur. Volt-amper xarakteristikası.
Deməli, ifrat keçiricilərdə istilik miqdarı ayrılmır. İfrat keçiricilərdə cəryanın yalnız maqnit xassəsi olur. Baxın, dedik ki, metallarda həm maqnit xassəsi müşahidə olunur, həm istilik xassəsi müşahidə olunur. Amma ifrat keçiricilərdə isə istilik ayrılmır, yalnız maqnit xassəsi müşahidə olunur. Daha sonra ardıcıllıqla baxaq. Testdəki ardıcıllıqla gedək. Elektrolitlərdə. Termoelektron emissiyası. İndi uşaqlar, baxaq qazlarda elektrik cəryanına. Görək qazlarda elektrik cəryanı yaradan nədir? Deməli, dedik ki, metallarda elektrik cəryanı yaradan sərbəst elektronlardır. Uşaqlar, qazlarda elektrik cəryanı adi şəraitdə qazlar neytral atom və molekullardan təşkil olunduğu üçün dielektriklərdir. Yəni, elektrik cəryanını adi şəraitdə keçirmirlər. Deməli, qazlar adi şəraitdə elektrik cəryanını keçirmirlər. Qazı keçirici etmək üçün, yəni qazlarda elektrik cəryanını keçirməsi üçün onu neytral atom və molekulunu ionlaşdırmaq lazımdır. Bəs gəlin görək, ionlaşdırma nə deməkdir? İonlaşdırıcı nəyə deyilir? Deməli, qazlar elektrik cəryanını keçirmir, biz bunun üçün onları yükləməliyik. Deməli, kənar yollarla atomları yükləməliyik, həmin prosesdə ionlaşma adlanır. İonlaşma kənar təsirlər ilə neytral atomların müsbət və yaxud da mənfi ionlara çevrilməsi prosesinə deyilir. İonlaşma kənar proseslərlə deməli, ionlaşma kənar proseslərlə müsbət və yaxud da neytral atomları, daha doğrusu müsbət və yaxud da mənfi ionlara çevrilməsi prosesinə ionlaşma deyilir. Biz kənardan katoda qızdıra bilərik, eyni zamanda ultrabənövşəyi şüalar dəstəsi yollaya bilərik, eyni zamanda bunlar hamısı birlikdə nə adlanır? Kənar təsirlər. Həmin bu prosesləri icra etməklə biz qazlarda elektrik cəryanını yarada bilərik. İndi biz burada uşaqlar əsas dayanacağıq katodun qızdırılmasının üzərində. Katodu qızdırmaq nə deməkdir? Baxın, burada katod vardır. Biz katodu qızdırmalıyıq ki, katoddan elektron qopsun və həmin bu elektronlar anoda çatsın. Deməli, katodu qızdırılmasında katodun arxasında normalda qızdırıcı tel var. Həmin o qızdırıcı teli qızdırmaqla katodu qızdırırıq. Və onun daxilindəki, katodun daxilindəki sərbəst elektronlar var ki, biz onu qızdıranda həmin elektronlar kinetik enerjisi artır. Deməli, katodu qızdıranda biz bilirik ki, kinetik nəyə bərabərdir? Kinetik enerjinin düsturu 2-də 3 K vurulsun T-yə bərabərdir. Temperatur artır, kinetik enerji də artmış olur. Biz də bilirik, kinetik enerji nədir? Hərəkət enerjisidir. Həmin o elektronların hərəkət enerjisi, kinetik enerjisi artır və bu da temperaturun artması nəticəsində baş verir. Teli qızdırdıq əvvəlcə, elektronların kinetik hərəkət enerjisi artdı, temperatur artdığı üçün. Deməli, həmin bu prosesə termoelektron emissiyası hadisəsi deyilir. İndi tərifinə baxaq. Tərifi o bir hissədədir, eybi yox. Deməli, termoelektron emissiyası nəyə deyildi? Katodu qızdırırıq, onun daxilində sərbəst elektronlar var və biz onu qızdıranda, katodu qızdıranda həmin elektronların kinetik enerjisi artır, sərbəst elektronların sürəti də artmış olur və onlar metalı tərk edir. Deməli, sərbəst elektronlar metalı tərk etməz prosesinə termoelektron emissiyası hadisəsi deyilir. Termoelektron emissiyası hadisəsi qızdırılmış katodun, deməli, qızdırılmış katodun metalın özündən elektron buraxması hadisəsinə deyilir. Katodun, yəni metalın özündən elektron buraxması hadisəsinə termoelektron emissiyası hadisəsi deyildi. Uşaqlar, burada katoddan elektronlar qopur, anoda doğru hərəkət edirlər. Və onlar nə edir? Yolda qarşılarına çıxan neytral atomlarla toqquşurlar və onları ionlaşdırırlar. Dedik ki, ionlaşma neytral atomun ya özünə müsbət, ya da ki, mənfi iona çevrilməsi prosesinə deyilir. Katoddan qopan elektronlar da, baxın, gəlir, burada neytral atomlar var. Neytral atomlarla toqquşur, ya onları müsbət yüklür, ya da mənfi yüklür. Bu da oldu ionlaşma. Əgər elektronların enerjisi çox olarsa çevrilir müsbət iona, onların enerjisi az olarsa mənfi ion olur. Bu da belə.
Deməli, uşaqlar, qazlarda əsas yük daşıyıcılar müsbət və mənfi ionlar, eyni zamanda elektronlardır. Qazlarda əsas yük daşıyıcılar müsbət və mənfi ionlar və elektronlardır. Müsbət ionlar neytral atoma çevrilməsi prosesinə uşaqlar bir də rekombinasiya hadisəsi deyilir. Daha sonra nəyə baxaq burada şəkildə? Və bir də qazlarda Voltan bir xarakteristikası İ-nin U-dan asılı qrafiki bu şəkildədir. Deməli, 0A OA hissəsi doyma cərəyanına uyğundur. Daha sonra İndi vakuumda elektrik cərəyanına baxaq. Diod elektron şou borcusu nədir? Uşaqlar, adi şəraitdə vakuum yüklü zərrəcik olmadığı üçün dielektrik sayılır. Baxın, adi şəraitdə vakuum nədir? Havası tam sorulmuş, çıxarılmış bir mühitdir və adi şəraitdə də ona görə vakuum deməli dielektrik sayılır. Dielektrik sayılır. Deməli, vakuumda elektrik cərəyanının yaranması üçün biz nə etməliyik? Oraya hər hansı bir süni yollarla yük daşıyıcıları daxil etməliyik. Süni yollarla yük daşıyıcıları daxil etməliyik ki, vakuumda elektrik cərəyanı yaratsın. Vakuumda yük daşıyıcılar termoelektron emissiyası vasitəsilə yaradılır. İndicə biz termoelektron emissiyasının nə olduğundan danışdıq. Dedik ki, termoelektron emissiyası nədir? Kənardan qızdırmaq nəticəsində metalın özündən elektron buraxması hadisəsinə deyilir. Yüksək temperatura qədər qızdırılmış metalların səthindən elektron buraxması hadisəsinə termoelektron emissiyası hadisəsi deyildi. Həmin o uşaqlar, baxın bayaqlarım dedim burada. Elektronlar metalı öz başına tərk etmədi ki, bunun üçün müəyyən qədər bir iş görmüş oldu. Deməli, katoddan elektronların qopması üçün müəyyən qədər iş görülməlidir. Baxın, həmin o işdə nə adlanır? Çıxış işi adlanır. Deməli, metalın səthindəki elektronların metalı tərk etməsi üçün lazım olan minimum enerjiyə elektronun çıxış işi deyilir. Çıxış işi metalın növündən asılıdır və vahidi elektron voltdur. Deməli, çıxış işinin vahidi elektron voltdur bu şəkildə. Həmçinin metalın daxilində olan həmin uşaqlar elektronlarda müəyyən kinetik enerjiyə malikdir. Və elektronun metaldan çıxması üçün onun kinetik enerjisi çıxış işindən qat-qat böyük olmalıdır və yaxud da ona bərabər olmalıdır. Deməli, ya kinetik böyük bərabər olmalıdır çıxış işindən. Ya böyük olsun, ya bərabər. Buradan da mv kvadratı bölünsün 2y kinetikə bərabərdirsə, v bərabərdir kök altı 2y bölünsün m və yaxud da buradan p-ni tapırıq, baxın. P kvadratı bölünsün 2m bərabərdir y vurulsun u, p kvadratı bərabərdir 2m vurulsun y u. P də bərabərdir kök altında 2m y vurulsun u şəklində yazılmış olur. Və həm sürət, həm də impuls u ilə gərginliklə kök altı ilə düz mütənasib olur. Bir də əsas qeydimiz çıxış işi impulsdan, sürətdən və kinetik enerjidən asılı deyil. Yalnız metalın növündən asılıdır. Deməli, uşaqlar, vakuumda elektrik cərəyanı qızdırılmış katodun buraxdığı elektronlar selindən ibarətdir. Vakuumda elektrik cərəyanının yaranması üçün katoddan nədir? Elektronlar buraxdı. Elektronlar seli, yəni elektronlar dəstəsi də belə deyim. 2 elektrodlu vakuum cihazı diod bir tərəfli keçirici ilə malikdir. Uşaqlar, baxın, belə bir dənə elə bir bankadır. Bunun içərisində havanı tam olaraq sorub çıxardırıq və bunun içərisində 2 dənə katod yerləşdiririk. Deməli, qızdırılmış katodun buraxdığı elektronlar selindən ibarətdir vakuum. Deməli, bunun içərisində 2 dənə elektrodlu vakuum cihazında deməli diod deyildi. İçərisində həm anod, həm də katod yerləşdiririk. İndi baxaq, işləmə prinsipi termoelektron emissiyası hadisəsinə əsaslanır. Əsas xassəsi diodun, ümumi olaraq əsas xassəsi dəyişən cərəyanı düzləndirmək, yəni sabit cərəyanı keçirmək üçün istifadə olunan bir cihazdır. Bu 2 elektrodlu, yəni katod və anoddan təşkil olunan vakuum lampasının şəklidir, sxemidir. Başqa nə qaldı? İyonlaşdırmalar. Uşaqlar, bir də burada müstəqil boşalma, qaz boşalması nəyə deyilir? Baxaq. Uşaqlar, müstəqil qaz boşalmasında yaranan müsbət yüklər, burada var.
Müstəqil qaz boşalmasında yaranan müsbət yüklü ionlar katoda zərbələr endirir və onun səthindən elektronları qoparır. Bayaqki qaydada termoelektrin emissiyası kimi. Müstəqil boşalmanın 4 növü var. Alovsuz boşalma, qığılcım boşalması, göğüs və tac boşalması. Alovsuz boşalma deyəndə aşağı təzyiqlərdə elektrodlar arasında gərginlik bir neçə 100 volt olanda baş verir. Gərginliyin çox olması nəticəsində baş verir. Qığılcım boşalması isə yüksək gərginlik olanda baş verir. Deməli, alovsuz boşalma aşağı təzyiqlərdə baş verir. Qığılcım boşalması isə yüksək gərginlik olanda baş verir. Boşalmanın xarakterik cəhəti ani və sürətli olmasıdır. Göğüs boşalması isə çox qızdırılan katodlarda əmələ gələn intensiv termoelektron emissiyası nəticəsində baş verir. Yəni, göğüs boşalması termoelektron emissiyası nə idi? Katodun yüksək qızdırılması nəticəsində intensiv şəkildə elektronların qopması nəticəsində göğüs boşalması yaranır. Qazın qismən və yaxud da uşaqlar tamamilə ionlaşmış halına plazma deyilir. Plazma qismən və yaxud da tamamilə ionlaşmış qazdır. Neytral qazdır. Çünki plazmada həm müsbət, həm də mənfi ionların sayı bərabərdir bir-birinə. Yəni, müsbət və mənfi yüklərin sayı bir-birinə bərabər olanda neytral olur. Plazma uşaqlar həm alçaq, həm də yüksək temperaturlarda baş verir. Elektrik keçirmə qabiliyyəti yüksəkdir və bu xassəsinə görə ifrat keçiricilərə daha yaxın olur. Deməli, uşaqlar davam edirik yarımkeçiricilərdə elektrik cərəyanı ilə. Yarımkeçiricilərin elektrik keçiriciliyi metalların dielektriklər arasında aralıq mövqe tutur. Bayaqlar ən əvvəldə qeyd etdik ki, yarımkeçiricidə dielektriklər və metallar vardır. Metallarla dielektriklər arasında dedik ki, orta mövqe tutan maddələr yarımkeçiricilər deyilir. Yəni, yarımkeçiricilərin elektrik keçiriciliyi bunlar arasında bir mövqe tutur. Yarımkeçiricilər, məsələn, silisiumdur, germaniumdur, arsendir, selendir, tellurdur. Bunlar hamısı 4-cü və 6-cı qrup elementləri daxil olan bir qrup elementlər. Bunlar əsasən yarımkeçiricilərə aiddir. Uşaqlar, yarımkeçiricilərdə rolunun T-dən asılı tərsi asılıdır. Bu qrafik daha doğrusu bu şəkildədir. Bu hər hansı bir məxrəcə görə bu şəkildə olması demək deyil. Yəni, biz normalda bilirik ki, məxrəcdə olanda tərs asılı olur da, tutalım ki. Aşağı temperaturlarda yarımkeçiricilərin elektrik cərəyanı keçmir. Temperatur aşağı olanda yarımkeçiricilərdən cərəyan keçmir. Temperaturun artması ilə yarımkeçiricilərin xüsusi müqaviməti azalır. Temperatur artır, xüsusi müqavimət azalır. Gəlin görək, yarımkeçiricilərdə elektrik cərəyanı necə yaranır? Deməli, uşaqlar, yarımkeçiricilərdə biz bilirik ki, elektronlar mənfi yüklü zərrəciklərdir. Yarımkeçiricilərdə sərbəst elektronların hesabına yaranan keçiriciliyə elektron və yaxud da n-tip keçiricilik deyilir. Deməli, elektron və ya n-tip. N-tip keçiricilik. Görən kimi yadınıza salın ki, həmin dəqiqə n-tip keçiricilik mənfi deməkdir. Deməli, mənfi keçiricilik adlanır. Yarımkeçiricilərdə deşiklərin hesabına əmələ gələn keçiricilik isə deşik və yaxud da p-tip keçiricilik deyilir. İndi gəlin görək, deşiklər nədir, sonra aşqar nədir, elektronlar, n-tip keçiricilik nədir? Deməli, əsasən yarımkeçiricilərdə əsas qeydimiz deşiklərin hesabına yaranan keçiricilik deşik keçiriciliyi adlanır və yaxud da p-tip keçiricilik. Yarımkeçiricilərdə iki növ yük daşıyıcılar var. Sərbəst elektronlar və deşiklər. Yarımkeçiricilərdə elektrik cərəyanı sərbəst elektronlar və deşiklərin hesabına yaranır. Gəlin görək, aşqar nə deməkdir? Uşaqlar, əvvəlcə onu qeyd edeyim ki, yarımkeçiricilərdə iki növ var. Məxsusi, yəni təmiz, aşqarsız keçiricilik. Deməli, təmiz, məxsusi, yəni aşqarsız keçiricilik və eyni zamanda ikinci isə aşqarlı keçiricilik adlanır. İkinci aşqarlı keçiricilik. Uşaqlar, aşqar nədir? Aşqar yarımkeçirici maddənin tərkibinə kənardan hər hansı bir maddə atomlarının daxil etməsinə deyilir. Deməli, əgər yarımkeçirici maddənin tərkibinə kənardan hər hansı maddə atomlarını daxil edirsə, bu aşqarlı keçiricilik adlanır. Əgər daxil etmiriksə, yəni adından gördüyü kimi aşqar yoxdursa, aşqarsız keçiricilik adlanır, yəni təmiz yarımkeçirici. Aşqar, yəni uşaqlar, yad maddə. Əsas yük daşıyıcılarda burada mənfi elektronlar, müsbət və deşiklər oldu.
Sonra təmiz yarımkeçiricilərdə müsbət və mənfi yüklərin sayı bir-birinə bərabər olur. Yəni təxminən n elektronlar sayı n deşiklərin sayına bərabər olur. Eyni zamanda konsentrasiyalar da bir-birinə bərabər olmuş olur. Gəlin görək. Donor aşkar nədir? Akseptor nədir? Deyir ki, öz valent elektronların birinin asanlıqla verərək sərbəst elektronların sayını artırın. Aşkara donor aşkar deyilir. Donor aşkara malik yarımkeçiricilərdə n tip yarımkeçiricilər deyilir. İndi gəlin bunun asan dildə izahına baxaq. Tutalım ki, mən uşaqlar, baxın, donor aşkarlara n tip yarımkeçiricilərdə deyilir. Baxın, tutalım ki, mən arsen deməli, deyir ki, silisium aşkar olaraq 5 valent elektron olan arsen daxil edir. Silisium biz bilirik ki, 4 valentli elementdir. Arsen isə 5 valentli elementdir. Deməli, 4-cü yarım qrup elementinə 5-ci və yaxud da 6-cı yarım qrup elementini aşkar kimi daxil etsək, həmin bu əlavə olunan arsenin valentliyi daha böyükdür. Arsenda 5-də, silisiumda 4-dür də valentliyi. Onda bu nə adlanır? N tip valentlik. Niyə? Arsenin valentliyi daha çoxdur. Uşaqlar, baxın, hər bir maddə özü ilə bərabər gələndə elektronlarını da birbaşa gətirmiş olur. Deməli, arsenin elektronları daha çoxdurmu? Elektronlar artıq qaldımı? Elektronların artıq qalması o deməkdir ki, bu N tip deməli keçiricilikdir. Deməli, belə keçiriciliyə aşkar keçiricilik deyilir. Deməli, aşkar keçiriciliklər elektronların sayı daha böyük oldu. Bu belə. Deməli, bu keçiricilik oldu, N tip keçiricilik. İndi isə uşaqlar, gəlin germanium elementinə və yaxud da indium elementinə fərqi yoxdur. İndi burada qeyd edək. Silisium 4-cü qrup elementidir. Silisium yenə də 4-cü qrup elementinə. İndi isə uşaqlar, özündən kiçik deməli hər hansı bir maddə daxil edək. Tutalım ki, indium 3-cü qrup elementidir. 3-cü qrup elementini daxil etdik. İndi isə uşaqlar, indiumda nədir? Elektronların sayı azdır, doğrudur. İndium bura gəldi. Silisiumda nədir? Elektronların sayı 1 vahid çox oldu. İndiumda isə elektronların sayı az olduğuna görə 1 elektron çatmadı. Həmin o elektronların yeri boş qaldığına görə bunlara deşiklər deyilir. Deməli, boş qaldığına görə bu oldu P tip, yəni P nədir? Deşiklər. Deməli, P tip keçiricilik adlanır. Və yaxud da belə deyək uşaqlar, tutalım ki, germanium elementinə 2-ci və yaxud da 3-cü qrup elementlərini deməli daxil etsək, əlavə olunan valentliyi kiçik olduğuna görə P tip keçiricilik yaranacaq. İndi görək P-in keçidi nədir? Uşaqlar, yarımkeçirici diod, P-in keçidi. Müxtəlif tipli iki yarımkeçiricinin kontaktına, deməli yarımkeçiricinin kontaktına P-in keçidi deyilir. P-in keçidinin yarımkeçiricinin mənbəyə elə qoşmaq lazımdır ki, P tip yarımkeçiricinin potensialı müsbət. Biz bilirik ki, P-də müsbətlər yerləşir, N-də mənfilər elektronlar. P-nin potensialı müsbət olan qütbə, N isə mənfi qütbə birləşdirmək lazımdır. Bu zaman uşaqlar, P-in keçidində cərəyan biz bilirik necədir? N oblastından P oblastına keçən elektronlarla P oblastından N oblastına keçən deşiklərlə daşınır. Və bu deşik, deməli daha doğrusu bu keçidə düz keçid deyilir. Deməli, N oblastından P oblastına nələr keçid? Elektronlar, çünki N-də elektronlar yerləşir axı. P-dən N-ə keçən nədir? Deşiklər, müsbətlər. Müsbətdən N-ə müsbətlər, N-dən P-yə elektronlar keçmiş olur ki, buna da düz keçid deyilir. İndi isə əksi prosesə baxaq. P tip yarımkeçiricinin düz keçiddə baxın uşaqlar, potensialı P-ni müsbətə qoşuruq. Biz bilirik ki, P müsbətlərdə də, eyni də mənfini də mənfiyə. Bu oldu düz keçid. Tərs keçiddə isə prosesin əksi baş verir. Müsbətə gətirib mənfiləri qoşur, mənfiyə qoşur müsbətləri. Deməli, P tip yarımkeçiricinin potensialı mənfi, N tip yarımkeçiricinin potensialı müsbət olarsa, gərginliyin elə qiymətdə olur ki, dövrədən çox cüzi cərəyan keçir.
Buna görə də belə keçidə tərs keçid deyilir. Deməli, bu, baxın, i-nin u-dan voltamper xarakteristikası bu şəkildədir. Həmin bu qırıq-qırıq olan hissələr tərs keçidə, bu isə i-nin u-dan asılı bu şəkildə olanda düz keçidə uyğundur. Uşaqlar, yarımkeçirici diodun işlənmə prinsipi P-in keçidinə əsaslanır. Daha sonra dəyişən cərəyanı dedik ki, düzləndirmək üçün dioddan istifadə olunur və diod rezistorla ardıcıl birləşir. Mənbədə ümumi olaraq diodla rezistor ardıcıl birləşir. Tranzistor nədir uşaqlar? Tranzistor elektrik rəqslərini gücləndirmək və çevirmək məqsədi ilə tranzistor adlanan qurğudan istifadə olunur. Tranzistor 2 dənə P-in keçidinə malik olur və 3 əsas hissədən ibarət olur. Deməli, 2 dənə P-in keçidinə malik olur və 3 dənə əsas hissədən ibarət olur. Yəni, biri var PNP və NPN. Emitter, bazə və kollektor hissələri bunların əsas hissələridir. Deməli, tranzistorun əsas hissələri emitter, bazə və kollektordur. Tranzistorlar 2 cür olur, PNP və NPN tipli olur. Aha, deməli, uşaqlar, baxın, bu emitterdir. Ox olan hissələr emitterdir, bu isə kollektor. Burada emitter, bu isə kollektor və bu isə bazadır. Sxemdə göründüyü kimi sol emitter, baza keçidi düz, sağ baza kollektor keçidi isə tərs keçiddir. Deməli, PNP düz, NPN isə tərs keçid adlanır. Daha sonra termistor nədir? Müqaviməti temperaturdan asılı olaraq kəskin dəyişən yarımkeçirici cihazlara termomüqavimətlər, yəni termistorlar deyilir. Termistorlarda temperatur artanda müqavimət də artır. Termistorlar uşaqlar əsasən temperatur ölçmək üçün istifadə olunan yarımkeçirici cihazdır. Temperatur artanda termistor müqaviməti azalır, cərəyan şiddəti artır. Deməli, termistorlarda temperatur artan kimi termistorun özünün müqaviməti azalır, cərəyan şiddəti artır. Çünki biz bilirik ki, I bərabərdir, U bölünsün R-dir. R azalan kimi cərəyan şiddəti artmağa başlayır və tərsinə baş verir. Temperatur azalanda termistor müqaviməti artır, cərəyan şiddəti isə deməli azalır. Fotorezistor nədir uşaqlar? Müqaviməti işığın təsirindən asılı olaraq dəyişən yarımkeçirici cihazlara fotomüqavimətlər, yəni fotorezistorlar deyilir. Baxın, burada isə intensivlik, yəni işığın intensivliyini oxlarla istifadə edərək göstərmişdir. İntensivlik artanda, düşən işığın intensivliyi artanda, I hərfindən işarə edirik burada intensivliyi. İntensivlik artanda deməli, intensivlik artanda cərəyan artır, intensivlik azalanda cərəyan azalır. Fotoelement isə işıq enerjisini elektrik enerjisinə çevirən cihazdır. Daxili fotoeffekt nədir? Günəş batareyalarında istifadə olunur daha çox fotoelementlər. İş prinsipi də daxili fotoeffekt hadisəsinə əsaslanır. Daha sonra bunlar çox düşmür suallarda. Amma əsas yarımkeçiricilər haqqında olan məlumatlardır. Dəşiklər nədir? Aşkar keçiricilik nədir? PN nədir? NPN nədir? Daha sonra bir də əsasən yarımkeçiricilərdə elektrik cərəyanı yaradan hansılardır? Qazlarda hansılar yaradır? Metallarda elektrik cərəyanı yaradan hansı hissəciklərdir?